Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Bax, bu nə deməkdir? Yəni deyir ki, müəllim təlim prosesini necə səmərəli qurmalıdır? Hansı strategiyalardan istifadə etməlidir ki, müəllim təlim prosesini səmərəli qursun? İlk öncə müəllim təlim prosesini səmərəli qurmaq üçün şagirdlərə motivasiya verməlidir. Şagirdlərin dərsə qarşı, öyrənməyə qarşı marağı olmalıdır, motivasiyası olmalıdır. Müəllim şagirdləri dəstəkləməlidir. Hər halı ilə şagirdləri dəstəkləməlidir, şagirdlərin yanında olmalıdır. Deməli, sinifi effektiv şəkildə idarə etməyi bacarmalıdır. Bax, biz deyirik ki, müəllim səmərəli öyrənmə mühiti yaratmaq üçün şagirdləri motivasiya etməlidir. Bəs şagirdlərdə motivasiya nə vaxt, nə zaman yaranır? Əgər şagird bilsə ki, müəllimi onu hər halı ilə sevir, qeyri-şərtsiz olaraq müəllimi onu sevir, o zaman şagirdlərdə dərsə qarşı maraq yaranır. Müəllim şagirdlərinə qarşı həddən artıq ciddi olmamalıdır. Məsəl üçün, ənənəvi təhsildə belə idi ki, belə bir yanaşma var idi ki, şagird müəllimdən qorxmalıdır, qorxmasa dərsini oxumayacaq, öyrənməyəcək. Ənənəvi təlimdə belə bir xüsusiyyət öz əksini göstərirdi. Ancaq indi elə deyil. Müasir təlimdə bu belə deyil. Deyir müəllim həddindən artıq şagirdlərə qarşı ciddi olmamalıdır. Əgər deyir şagirdlərdə qorxu hissi olsa, bu səmərəli bu zaman şagirdlər həmin qorxduğu bir mühitdə səmərəli öyrənməyəcəklər. Ümumiyyətlə şagirdin qorxduğu bir yerdə, şagird qorxduğu bir mühitdə sağ qalma, özünü qoruma mexanizmlərindən artıq istifadə eləyəcək. Əlbəttə ki, şagird əgər qorxsa, çəkinsə, bu zaman beyin səmərəli fəaliyyət üçün lazım olan qədər oksigenlə təmin olunmayacaq. Yəni belə deyək də, şagird nə qədər qorxsa, o qədər beyni yaxşı inkişaf eləməyəcək, oksigenlə təmin olunmayacaq. Bu zamanda əlbəttə ki, effektiv öyrənmə baş verməyəcək. Deməli, ilk öncə səmərəli öyrənmə mühiti təşkil etmək üçün nə lazımdır? Şagirdlər sinifdə özlərini təhlükəsiz hiss etməlidir. Təhlükəsiz dedikdə, yəni burada yalnız məktəbin təhlükəsiz şəraiti nəzərdə tutulmur. Təhlükəsiz o deməkdir ki, yəni belə deyək də, şagirdlərin rahat, sərbəst ola biləcəyi bir mühitdən söhbət gedir. Yəni şagirdlər qorxmadan, çəkinmədən öz fikirlərini dilə gətirməlidirlər. Şagirdlər hər hansı bir səhv edəndə qorxmamalıdırlar. Risk etməyi bacarmalıdırlar. Deməli, səmərəli öyrənmə mühitini yaratmaq üçün bir neçə strategiyaları var. Həmin strategiyalar hansılar olacaq? İlk öncə müəllim şagirdlərin davranışı üçün gözləntilər müəyyənləşdirməlidir. Deməli, ilk öncə müəllim şagirdlərin davranışı üçün gözləntilər müəyyənləşdirməlidir. Ümumiyyətlə, gözləntilər nədir? Bax, deyirik ki, müəllim şagirdlərin davranışı üçün gözləntilər müəyyənləşdirməlidir. Gözlənti nədir? Yəni, müəllim şagirddən hansı davranışları gözləyirsə, hansı müsbət davranışları gözləyirsə, həmin gözləntiləri bir mesaj şəklində şagirdlərə ötürməlidir. Yəni, artıq şagird bilməlidir ki, müəllim ondan hansı davranışı gözləyir. Yəni, belə deyək də, şagirdlərin necə davranması ilə bağlı, davranışı ilə bağlı müəllim ilin əvvəlindən gözləntilər müəyyənləşdirməlidir və bu gözləntiləri də açıq şəkildə şagirdlərə çatdırmalıdır. Sonra müəllim bütün şagirdləri dinləməlidir. Yəni, şagirdlər arasında ayrı seçkiliyə yol verməməlidir, şagirdləri dinləməlidir. Şagirdlərin xüsusi ehtiyaclarından xəbərdar olmalıdır. Yəni, burada bütün sinifdəki bütün şagirdlərin xüsusi ehtiyaclarından xəbərdar olmalıdır. Məsəl üçün, bax, sinifdə elə şagird ola bilər ki, riyazi bacarığı zəif olar, amma digər sahələrdə şagirdin istedadı, fitri istedadı ola bilər, digər hər hansı bir sahəyə marağı ola bilər. Yəni, müəllim də şagirdin ehtiyaclarından xəbərdar olmalıdır. Lazım olanda yanında olmalıdır, lazım olanda şagirdi yönəltməyi bacarmalıdır. Yəni, şagirdin xüsusi ehtiyaclarından, şagirdin tələbatlarından xəbərdar olmalıdır. Sonra sinifdəki bütün şagirdlərə dəstək olmalıdır. Bax, bütün şagirdlərə dəstək olmalıdır. Yəni, şagirdlər arasında fərq qoyulmamalıdır. Məsəl üçün, bax, birdən bizim qarşımıza belə bir fikir çıxa bilər ki, müəllim sinifdə daha çox sağlamlıq problemi olan şagirdlərə dəstək olmalıdır və yaxud da ki, müəllim sinifdə daha çox zəif oxuyan şagirdlərə dəstək olmalıdır və yaxud da ki, əksinə, müəllim sinifdə daha çox yaxşı oxuyan şagirdlərə dəstək olmalıdır. Bax, bu yanlış olacaq. Yəni, müəllim kimliyindən asılı olmayaraq bütün şagirdlərin yanında olmalıdır, bütün şagirdlərə dəstək verməlidir.
Sonra şagirdlərə öyrəndiklərini göstərmək üçün seçim imkanı vermək lazımdır. Məsəl üçün, ev tapşırıqları verəndə belə, şagirdlərə dərs zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verəndə belə şagirdlərə seçim imkanı vermək lazımdır. Şagirdlərə seçim imkanı vermək lazımdır ki, şagirdlər öz maraqlarına uyğun, öz potensiallarına uyğun deməli fəaliyyətləri yerinə yetirsinlər. Deməli, şagirdləri digər şagirdlərlə müqayisə etmək olmaz. Əgər müəllim səmərəli öyrənmə mühiti təşkil etmək istəyirsə, onda sinifdə şagirdlər arasında rəqabət deməli yaratmamalıdır. Şagirdlərin deməli birini digər hər hansı bir şagirdin fəaliyyəti ilə və yaxud da ki, xasiyyəti ilə, xüsusiyyəti ilə müqayisə etməməlidir. Şagirdlərə gözləmə və düşünmə vaxtı verməlidir. Biz gözləmə və düşünmə vaxtından danışmışıq. Çünki elə şagirdlər var ki, onlara belə deyək də, onlara hər hansı bir sualı verəndə şagird sual ətrafından daha dərindən düşünür cavab vermək üçün. Ona görə də müəllim səmərəli öyrənmə mühiti yaratmaq istəyirsə, sinifdə şagirdlərə gözləmə, düşünmə vaxtı verməlidir. Həmçinin sinifdə edilən səhvlərə düzgün münasibət göstərilməlidir. Bax, deyirik ki, sinifdə edilən səhvlərə müəllim düzgün münasibət göstərməlidir. Bu nə deməkdir? Yəni, şagird səhv etməkdən qorxmamalıdır. Şagird bilir ki, əgər şagird bilsə ki, o hər hansı bir səhvinə görə müəllimi tərəfindən danlanılacaq, töhmət alacaq, şagird həmin səhvi nə etməyəcək, belə deyək də, nə tapşırığı yerinə yetirməyə çalışmayacaq, nə də səhv etməyəcək. Əgər bir şagird də səhv etmirsə, demək ki, şagird öyrənmə mərhələsində deyil. Şagird nə vaxt səhv edir? Öyrənmə prosesində səhv edir. Əgər şagird səhv edirsə, demək ki, öyrənmə prosesindədir. Ona görə də şagirdlər elə bir mühit yaratmaq lazımdır ki, şagirdlər səhv etməkdən qorxmasınlar, şagirdlər risk etməkdən çəkinməsinlər. Belə, deməli müəllimlər, mövzumuzu bir daha ümumiləşdirək. Dedik ki, müəllim səmərəli təlim mühiti, səmərəli deməli təhlükəsiz təlim mühiti yaratmaq üçün nə etməlidir? İlk öncə şagirdlərə motivasiya verməlidir, bütün sinifdəki şagirdləri dəstəkləməlidir. Şagirdləri qeyri-şərtsiz sevməlidir. Yəni, belə deyək, şagirdlər arasında fərq qoymamalıdır. Zəif oxuyan və yaxud da ki, yaxşı oxuyan, deməli, şagirdləri kateqoriyalara ayırmamalıdır və hər bir şagirdə sevgi ilə yanaşmalıdır. Həddindən artıq ciddi olmamalıdır. Məsəl üçün, ənənəvi təhsildən fərqli olaraq, deməli, müəllim şagirdlərə qarşı çox ciddi olmamalıdır, şagirdləri qorxutmamalıdır. Səmərəli öyrənmə mühiti yaratmaq üçün dedik bir neçə strategiyalar var. Həmin strategiyalar hansılar oldu? Müəllim sinifdə bütün şagirdlər üçün gözlənti müəyyənləşdirməlidir, bütün şagirdləri dinləməlidir, bütün şagirdlərdən söhbət gedir, şagirdlərin xüsusi ehtiyaclarından xəbərdar olmalıdır, şagirdlərə fayda verəcək deməli şəkildə şagirdləri dəstəkləməlidir, şagirdlərə öyrəndiklərini göstərmək üçün hər hansı bir fəaliyyəti yerinə yetirmək üçün şagirdlərə seçim imkanı verməlidir, şagirdlərin inkişafını digər şagirdlərlə müqayisə etməməlidir və bundan əlavə şagirdlərə gözləmə və düşünmə vaxtı verməlidir. Həmçinin şagirdlərə edilən səhvlərə görə düzgün münasibət göstərməlidir. Belə müəllimlər, bu bizim birinci mövzumuz. Birinci mövzumuz yekunlaşdı. Gördüyümüz kimi çox qısa mövzudur. İndi biz ikinci mövzuya keçirik. Belə, indi ikinci dərsimizə baxırıq. Sinifin idarə edilməsi mexanizmləri və strategiyaları. Deməli, bax, nə dedik? İkinci mövzumuzun adı oldu sinifin idarə edilməsi mexanizmləri və strategiyaları və buzqıranlar. Deməli, müəllim sinifi effektiv idarə etmək üçün müxtəlif texnika və strategiyalar var. Həmin texnika və strategiyalardan istifadə etməlidir. Məsəl üçün, hansı texnikalardan, strategiyalardan istifadə edə bilər? Birinci, sinif üçün gözləntilər müəyyənləşdirməlidir. Deməli, gözlənti müəyyənləşdirməlidir, sinif üçün prosedurlar qoymalıdır, qaydalar, deməli, davranış üçün müəyyən qaydalar qoymalıdır. Sinif daxili konfliktlərin həll edilməsi və şəxsi nümunə kimi strategiyalardan istifadə edə bilər. Bax, deməli, müəllim sinifi səmərəli deməli, idarə etmək üçün nələrdən, hansı strategiyalardan istifadə edə bilər? Birinci, ilk öncə deməli, gözlənti və prosedurlar müəyyənləşdirməlidir, qaydalar müəyyənləşdirməlidir, sinif daxili konfliktləri səmərəli yolla həll etməyi bacarmalıdır. Həmçinin də müəllim özü şəxsi nümunə olmalıdır.
Deməli, baxırıq gözləntiyə. Gözlənti nədir? Gözlənti əlbəttə ki, şagirdlərə onların davranışları ilə bağlı, fəaliyyətləri ilə bağlı ötürdüyümüz mesajdır. Bax, gözlənti nədir? Müəllimin şagirdlərə davranışı, fəaliyyəti barədə ötürdüyü mesaj gözlənti adlanır. Yəni, belə deyək də, bax, biz şagirdlərdən nələri gözləyirik? Müsbət yanaşma, müsbət davranış, hansı müsbət fəaliyyətləri gözləyirik? Hansı müsbət davranışları gözləyirik? Onları əvvəlcədən bir mesaj formasında şagirdlərə ötürürük. Şagird də artıq bilir ki, müəllim deməli şagirddən nəyi gözləyir və gözləntilər dərs ilinin ilk günlərində müəyyən edilir. Yəni ilk həftəsində, dərs ilinin ilk həftəsində müəllim sinif üçün gözlənti deməli müəyyənləşdirməlidir. Həmçinin gözləntiləri müəyyənləşdirdikdən sonra şagirdlərə ətraflı şəkildə çatdırmalıdır. Yəni gözləntiləri ətraflı şəkildə şagirdlərə çatdırmalıdır. Sonra indi gözləntilərə baxalım. Bax, gözləntilərə dair nümunələr var. Görək müəllim sinif üçün hansı gözləntiləri müəyyənləşdirə bilər. Hamıya hörmətlə yanaşın, gözləntisi məsuliyyətli olun, təhlükəsizliyə riayət edin gözləntilərini müəyyənləşdirə bilər. Əlbəttə ki, dərs ilinin belə deyək də, əvvəlində əsas gözləntiləri müəyyənləşdirmək lazımdır. Yəni, bu gözləntilər nümunədir. Bu gözləntilərdən əlavə müəllim başqa gözləntilər də müəyyənləşdirə bilər. Və gözləntiləri müəyyənləşdirdikdən sonra, gözləntiləri şagirdlərə çatdırdıqdan sonra, bax, gözləntiləri açıq-aydın şagirdlərə çatdırmaq lazımdır. Bax, məsəl üçün, hamıya hörmətlə yanaşın. Hamıya hörmətlə yanaşın gözləntisi ümumi olaraq ümumi gözləntidir. Bax, hamıya hörmətlə yanaşın ümumi gözləntidir. Şagird axı burada bilməyəcək ki, hamıya dedikdə kim nəzərdə tutulur və yaxud da ki, hörmətlə yanaşmaq dedikdə nə nəzərdə tutulur. Ona görə də müəllim gözləntiləri şagirdlərə çatdırdıqdan sonra gözləntilərin mahiyyətini aydın şəkildə şagirdlərə çatdırmalıdır ki, şagirdlərə gözləntilər aydın olsun. Məsəl üçün, hamıya hörmətlə yanaşın gözləntisinə baxağın. Belə deyək də, hamıya hörmətlə yanaşın gözləntisi dedikdə, yəni müəllim nələri nəzərdə tutur? Məsəl üçün, sakit işləyin, başqalarının rahat işləməsinə şərait yaradın. Sonra başqaları ilə danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Bax, elə görürsünüz, hər bir gözləntidə nə öz əksini tapır, hamıya hörmət etmək tələbi öz əksini tapır. Bax, deyir, sakit işləyin, yəni başqalarına hörmətlə yanaş, başqalarının rahat işləməsi üçün şərait yaradın, başqaları danışanda diqqətlə dinləyin və sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Bax, deməli, müəllim hamıya hörmətlə yanaşın gözləntisini qoyduqdan sonra gözləntiləri ayrı-ayrılıqda mahiyyətini, nədən ibarət olduğunu şagirdlərə çatdırmalıdır. Məsəl üçün, məsuliyyətli olun gözləntisinə baxaq. Ümumi olaraq müəllim desə ki, şagirdlərə məsuliyyətli olun, bunun şagirdlərə aydın olmayacaq ki, nədən məsuliyyətli olaq? Məsuliyyətli olmaq dedikdə müəllim nəyi nəzərdə tutur? Məsuliyyətli olun dedikdə deməli, bax, şagird bilməlidir ki, müəllim nəyi nəzərdə tutur? Məsəl üçün, dərsə vaxtında gəlin. Yəni, müəllim bu gözləntini qoyur ki, məsuliyyətli olun, dərsə vaxtında gəlin. Sinifə girərkən bütün materialların yerində olmasına əmin olun. Yəni, deyir, sinifə gəlməmişdən əvvəl, evdə belə deyək də, çantanızı yığanda bütün deməli materialları bir daha gözdən keçirin. Əlbəttə ki, bu özü də bir məsuliyyət hissidir də. Bəzən şagird gəlir sinifə, elə dərsdə müəyyənləşdirir ki, ya kitabı yoxdur və yaxud da ki, ya qələmi yoxdur, dəftəri yoxdur. Demək ki, müəllim əvvəlcədən şagirdlər üçün belə bir gözlənti müəyyənləşdirsə, şagird deməli əvvəlcədən çantasını yığanda məsuliyyət hiss eləyər. Sonra verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Deməli, məsuliyyətli olun gözləntisi dedikdə hansı deməli gözləntilər nəzərdə tutulur? Dərsə vaxtında gəlin, sinifə girərkən bütün materialların yerində olmasına nəzarət edin, verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Məsəl üçün, təhlükəsizliyə əməl edin. Bax, burada təhlükəsizliyə əməl edin gözləntisində dedik ki, müəllim deməli sinif üçün müəyyənləşdirə bilər, qoya bilər. Yaxşı, bəs təhlükəsizliyə əməl edin gözləntisi dedikdə burada hansı gözləntilər nəzərdə tutulur? Deməli, sinifdə və ya dəhlizdə yeriyin. Bax, müəllim şagirdlərə çatdırır ki, təhlükəsizliyə əməl etmək üçün nə etmək lazımdır? Sinifdə və dəhlizdə yerimək lazımdır. Yəni, bax, müəllim deyir ki, bu gözlənti vasitəsilə, yəni biz sizdən bu davranışları gözləyirik.
Bu davranışları gözləyirik sinifdə və yaxud da ki, dəhlizdə yerimək lazımdır, yeriyin. Əl-ayaq hərəkətlərinizə nəzarət edin. Yəni bax, dərs zamanı da şagird əl-ayaq hərəkətlərindən düzgün istifadə etməsə, digər yoldaşları üçün təhlükə yarana bilər. Hər hansı bir hadisə baş verdikdə dərhal müəllimənizə və yaxud da ki, yaxınlıqdakı böyüklərə məlumat verin. Yəni hər zaman deyir, belə deyək, təhlükəsizlikdən qorunmaq üçün, təhlükəli hər hansı bir hadisənin baş verdiyini deyir, gördükdə dərhal yaxınlıqda kim varsa ona məlumat verin və yaxud da ki, müəlliminizə, deməli müəllimlərinizə deyir, məlumat verin. Bax, əlbəttə ki, bu gözləntiləri müəllim deməli sinif üçün müəyyənləşdirdikdən sonra gözləntilərin açıqlamasını şagirdlərə verməlidir. İndi dedik ki, müəllim sinifi effektiv idarə etmək üçün qayda və prosedurlardan da istifadə etməlidir. İndi baxırıq, qayda və prosedurlara baxırıq. Deməli, gözlənti ilə yanaşı müəllim qayda və prosedurlar da qoymalıdır. Ümumiyyətlə, həm qayda, həm də prosedurlar şagirdlərdən gözlənilən davranışı özündə əks etdirir. Bax, deməli, həm qayda, həm də prosedurlar şagirdlərdən gözlənilən davranışı özündə əks etdirir. Ümumən, belə deyək də, qayda və prosedurlar davranışla, ümumən davranışı özündə əks etdirir. Amma daha dəqiq desək, qaydalar ümumi davranışla bağlı olur. Bax, deməli, qaydalar ümumi davranışla bağlı olur. Yəni, bu nə deməkdir? Şagird bilir ki, hansı davranış qaydaya uyğundur, hansı davranış, deməli, qaydalara ziddir. Yəni, belə deyək də, şagird öz davranışında müəyyən qaydalara deməli əməl etməyə çalışmalıdır. Sonra prosedurlara baxırıq. Prosedur isə müəyyən fəaliyyətin həyata keçirilmə ardıcıllığı ilə bağlı olur. Prosedur, bax nə dedik? Dedik ki, müəyyən fəaliyyətin həyata keçirilmə ardıcıllığı ilə bağlı olur. Yəni prosedurlar özündə fəaliyyət ardıcıllığını bildirir. Yəni bax, proses var da, burada bir proses var, ardıcıllıq var, alqoritm var. Yəni nəyin alqoritmidir? Hər hansı bir fəaliyyətin, hərəkətin alqoritmini, ardıcıllığını özündə əks etdirir. Deməli, qaydalar gözləntilərin daha sərt formasıdır. Bax, deməli, qaydalar gözləntilərin daha sərt formasıdır. Müəllim deməli qaydalardan nə vaxt istifadə edə bilər? Qaydalardan sonda istifadə edə bilər. Bax, bəzən testdə belə bir fikirlə rastlaşa bilərik ki, müəllim dərsinin əvvəlində ilkin olaraq sinif üçün qayda müəyyənləşdirməlidir. Bu yanlış olacaq. Deməli, müəllim əvvəl gözlənti müəyyənləşdirir, sonra prosedur və qaydalardan da istifadə edir. Qaydalardan nə zaman istifadə edir? Müəllim ən sonda qaydalardan istifadə edir. Ümumiyyətlə, qaydalar nə oldu? Qaydalar deməli şagirdin davranışları ilə bağlı olur. Müəllim deməli sinifdə əgər şagirdin davranışında hər hansı bir davranış pozuntusu olarsa, müəllim ilk öncə şagirdin özü ilə danışmalıdır. Əgər sinifdə hər hansı bir şagird deməli xoşagəlməz davranış göstərirsə, davranış sərgiləyirsə, müəllim ilk öncə şagirdin özü ilə danışmalıdır. Yəni bu nə deməkdir? Şagirdin özü ilə danışmalıdır, özü ilə deməli söhbət etməlidir. Bax, bəzən müəllim belə deyək də, şagirddə hər hansı bir mənfi davranışı gördükdə, şagirdin özü ilə xüsusi olaraq söhbət eləmir və şagirdə öz narazılığını bildirməmişdən əvvəl şagirdin valideyninə deməli bildirir, şagirdin hərəkətlərini və yaxud da ki, məktəb rəhbərliyinə bildirir. Bax, bu doğru yanaşma deyil. Yəni testlərdə də biz belə bir fikirlərlə rastlaşa bilərik ki, müəllim şagird hər hansı bir qaydanı pozduqda, müəllim deməli şagirdin davranışını rəhbərliyə, valideyninə bildirə bilər. Yəni bu dediyim kimi doğru yanaşma deyil. Müəllim ilk öncə şagirdin özü ilə söhbət etməlidir. Şagirdin özü ilə söhbət etdikdən sonra, yəni söhbət elədi, gördü ki, şagirdin davranışında müsbət bir hal yoxdur. Bundan sonra həmin söhbəti deməli şagirdin valideyni ilə müzakirə etməlidir. Amma birinci olaraq şagirdin özü ilə müzakirə etsə yaxşı olar, öz narazılığını şagirdlərə bildirməli. Əgər hər hansı bir nəticə verməzsə, yenə şagird davranışına düzəliş etməzsə, o zaman deməli müəllim şagirdin valideynləri ilə həmin məsələni deməli müzakirə edə bilər.
Və sonda, deməli valideynləri ilə müzakirə etdi. Yenə də şagird yenə davranışında düzəlişlər etmədisə, yenə davranış pozuntusu sərgiləyirsə, o zaman deməli müəllim sinifdə qaydaları tərtib edə bilər. Yəni bax gördünüzmü, qaydalar ən sonda deməli müəllim qaydalara üz tutdu. Birinci deməli şagirdin özü ilə danışdı, sonra narazılığını, şagirdin hərəkətlərini valideynə bildirdi, valideynlə müzakirə elədi. Yox, yenə nəticə olmadı və müəllim ən sonda sinif üçün qaydalar deməli tətbiq etməlidir. Və qaydaları necə tətbiq etməlidir? Qaydaları tərtib etmək üçün bir neçə məqam var ki, müəllim deməli həmin məqamlara diqqət etməlidir. Məsəl üçün belə deyək, qaydaları çalışmalıdır ki, şagirdlərin özü ilə birlikdə deməli tərtib etsin, müəyyənləşdirsin. Ümumiyyətlə şagirdlər bilməlidir ki, qaydalara deməli əməl etsə, onu nə kimi müsbət nəticələr gözləyir və yaxud da ki, davranış pozuntusu etsə, qaydalara əməl etməsə, şagirdin nə kimi mənfi nəticələrin gözlədiyini bilməlidir. Yəni müəllim qayda müəyyənləşdirəndə belə şagirdlərin diqqətinə çatdırmalıdır ki, qaydalara əməl etsə, şagirdi deməli hansı müsbət nəticə gözləyir və yaxud da ki, qaydalara əməl etməsə, şagirdləri hansı mənfi nəticə gözləyir. Həmçində dedik ki, müəllim qaydaları şagirdlərlə birlikdə müəyyənləşdirməlidir, müzakirə etməlidir. Sonra ümumiyyətlə şagirdlər bilməlidir ki, qaydalar onları cəzalandırmaq üçün deyil, sinifdəki davranış qaydalarını müəyyənləşdirmək məqsədi ilə qoyulur. Qaydalar deməli nə üçündür? Qaydalar deməli sinifin ümumi davranışını tənzimləmək üçün deməli müəyyənləşdirilir. Sonra qaydaların deməli tətbiqində müəllim özü rol model olmalıdır. Yəni birinci müəllim özü qaydalara əməl etməlidir. Sonra şagirdlərdən deməli bu qaydalara əməl etməsini deməli tələb edə bilər. Sonra qaydaların sayı deməli 3-5 arası olmalıdır. Həddindən çox qayda müəyyənləşdirmək doğru olmaz. Bax, bəzən biz bu fikirdən də rastlaşa bilərik ki, sinifin effektiv idarə edilməsi üçün qaydaların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Xeyr, bu yanlış olacaq. Qaydaların sayı çox olmamalıdır. Təxminən 3-5 arası ola bilər. Yəni həddindən çox qayda sinifi deməli həddindən artıq çərçivəyə salmış olacaq. Bu da o deməkdir ki, şagirdlər artıq rahat, sərbəst ola bilməyəcəklər həmin mühitdə. Və həmçində qaydaların sayı çox olsa, şagirdlər qaydaları yadda saxlaya bilməyəcəklər. Ona görə də 3-5 arası olsa daha yaxşı olar. Sonra deməli sinif üçün qaydalar müəyyənləşdirəndə, qaydaları tərtib edəndə, qaydaları quran zaman deməli cümlə quruluşuna fikir vermək lazımdır. Məsəl üçün, yox, olmaz kimi sözlərdən istifadə etmək olmaz. Yox, olmaz kimi deməli sözlərdən istifadə etmək olmaz. Əvəzinə deməli təsdiq cümlələri qurmaq yaxşıdır. Yəni belə deyək də, inkar cümlələrdən, inkar feillərdən istifadə etmək deməli doğru deyil, təsdiq cümlələr qurmaq lazımdır. Məsəl üçün, bax, qaçmaq olmaz cümləsinin əvəzinə, qaçmaq olmaz deməli cümləsinin əvəzinə biz məktəbdə ancaq yeriməliyik kimi cümlə qurulsa daha yaxşı olar. Məsəl üçün, bax, müəllim belə qayda müəyyənləşdirir ki, sinifdə, dəhlizdə, məktəbin həyətində qaçmaq olmaz. Əgər belə qayda olmaz deyə inkar feilindən istifadə edirsə, deməli, bax, bu yanlış olacaq. Olmaz, inkar feillərdən istifadə eləmək olmaz. Bəs bunun əvəzinə necə cümlə qursa yaxşı olar? Deməli, biz sinifdə, məktəbdə, dəhlizdə, idman zalında yeriməliyik. Bax, yeriməliyik kimi deməli, belə bir təsdiq cümləsindən istifadə etməlidir. Təsdiq cümləsi qurmalıdır. Sonra deməli şagirdlər bəs bu qaydaları necə yadında saxlaya bilər? Bax, dedik ki, şagirdlər qaydaları yadında saxlamalıdır ki, qaydalara əməl etsinlər. Bax, müəllim qaydaları tərtib etdikdən sonra qaydaları deməli sinif otağının görünən hər hansı bir yerindən qaydaları asmalıdır. Əgər dərs zamanı şagirdlər hər hansı bir davranış pozuntusu sərgilədikdə artıq müəllim deməli sadəcə həmin asılmış qaydanı şagirdlərə göstərib
Məsəl üçün müəyyən işarələr verə bilər. Belə deyək də, bax sinifdə qaydalar şagirdlərin gözünün önündə olmalıdır ki, həm qaydaları tez-tez xatırlasınlar, əməl etsinlər. Dərs zamanı da şagirdlərdən hər hansı biri əgər davranış pozuntusu sərgiləsə, müəllim dərsi pozmadan sadəcə həmin qayda yazılmış deməli cədvəli, qaydanı deməli şagirdə göstərə bilər. Yəni qaydanı işarə edib şagirdin diqqətini qaydalara yönəldə bilər. Yəni danışmadan, sinifi pozmadan, yenə deyirəm, qaydanı göstərib şagirdin diqqətini qaydaya deməli yönəldə bilər. Deməli fikrimizi bir daha ümumiləşdirək. Dedik ki, müəllim gözləntilərdən sonra qayda və prosedur müəyyənləşdirməlidir. Ümumiyyətlə qayda deməli ümumi şagirdlərin ümumi davranışı ilə bağlı olur. Yəni bax qayda davranışla bağlı olur, davranışla. Prosedur isə hər hansı bir hərəkətin ardıcıllığını, fəaliyyətin ardıcıllığını özündə əks etdirir. Yəni prosedur ardıcıllıq, alqoritm deməkdir. Hərəkət ardıcıllığı, fəaliyyət ardıcıllığı deməkdir. Sonra deməli qaydalar nə oldu? Qaydalar gözləntilərin daha sərt formasıdır. Deməli müəllim qaydalardan nə vaxt istifadə edə bilər? Qaydalardan müəllim ən sonda deməli qaydalardan istifadə etməlidir. Əgər sinifdə şagirdlərdən hər hansı biri deməli davranış pozuntusu sərgilədikdə, müəllim ilk öncə şagirdin özü ilə danışmalıdır. Şagirdlə danışıq əgər müsbət nəticə verməsə, müsbət nəticələnməsə, müəllim şagirdin valideyni ilə şagirdin davranışını müzakirə etməlidir. Yenə də deməli müsbət nəticə əldə etməsə, müəllim deməli sinif üçün şagirdlərlə birlikdə sinif üçün qaydalar tərtib etməlidir və qaydaların da nə olduğunu, ümumiyyətlə qaydaları dedik ki, şagirdlərlə tərtib etməlidir. Bax nə üçün şagirdlərlə qaydaları tərtib etməlidir? Çünki şagirdlər özü qayda müəyyənləşdirəndə onlar qoyduğu qaydanı pozmamağa çalışacaqlar. Ona görə də müəllim şagirdlərlə qaydaları müəyyənləşdirməlidir. Ümumiyyətlə qaydalar nədir? Yəni şagirdlər ümumiyyətlə bilməlidir ki, qaydalar onları cəzalandırmaq üçün qoyulmur. Qaydalar deməli sinifdə şagirdlərin davranışını tənzimləmək məqsədi ilə qoyulur. Və qaydaların sayı dedik nə qədər olmalıdır? Qaydaların sayı 3-5 arası olsa daha yaxşı olar. Həddindən çox qayda müəyyənləşdirsə müəllim, artıq bu deməli sinifi belə deyək də artıq çərçivəyə salmış olacaq. Artıq çərçivəyə salınmış bir sinifdə də əlbəttə ki, şagirdlər sərbəst olmayacaq. Və qayda müəyyənləşdirəndə dedik ki, müəllim cümlə quruluşuna fikir verməlidir. Yox, olmaz kimi deməli inkar feillərdən istifadə etməməlidir. Bunun əvəzinə təsdiq feillərdən istifadə etməlidir. Məsəl üçün, dəhlizdə, sinifdə, deməli meydançada qaçmaq olmaz cümləsinin əvəzinə necə bir cümlə qura bilər? Məktəbdə, dəhlizdə biz yeriməliyik kimi deməli cümlə qura bilər. Həmçində dedik ki, qaydaları deməli qaydalar yazılmalı, yazılı şəkildə yazılmalı və sinif otağının görünən bir yerindən asılmalıdır. İndi baxırıq prosedurlara, Prosedurlar nədir? Dedik ki, prosedur insanların davranış və fəaliyyətinin hansı qayda və ardıcıllıqla həyata keçirilməli olduqlarını göstərir. Yəni prosedurlar fəaliyyət ardıcıllığı deməkdir. Sonra prosedurlar həyatımızı və işimizi daha rahat və axıcı edir. Bax, əlbəttə ki, lap şəxsi həyatımızda da, günlük həyatımızda da deməli hər bir insan prosedurdan istifadə etməlidir. Bax, məsəl üçün biz evdə belə hər hansı bir işi prosedurlara uyğun olaraq yerinə yetiririk. Yəni hər hansı bir hərəkət edəndə belə hərəkəti deməli prosedurlara uyğun yerinə yetiririk. Bax, məsəl üçün marketə girən zaman insanların marketə girməsi və yaxud da ki, marketdən çıxışı, bax burada da bir prosedur var. Məsəl üçün marketə girəndə müəyyən olunmuş bir hissə olur, istiqamət olur. Oradan marketə giririk, çıxanda da hardan çıxırıq? Çıxış üçün müəyyən olunmuş bir yer olur, deməli istiqamət olur. Girəndə başqa istiqamətdə giririk, çıxanda artıq başqa istiqamətdən çıxırıq. Burada bax bunu belə tərtib etməkdə məqsəd nədir? Burada deməli artıq prosedur
prosedur müəyyənləşdiriblər. Yəni bax marketdə də belə düzgün ardıcıllıq, düzgün fəaliyyət müəyyənləşdiriblər. Hətta kassaya yaxınlaşdıqda belə bax görürsüz orada da bir prosedur var, bir ardıcıllıq var ki, insanlar kassaya yaxınlaşanda da belə onun üçün də bir ayrıca bir prosedur olur ki, deməli kassaya yaxınlaşan insanlar həmin prosedurlara əməl edirlər. Yəni bax prosedurlar real həyatda da bizə lazımdır. Nəinki sinifdə, nəinki məktəbdə, yox. Deməli, nəinki dərs prosesində prosedurlar bizim real həyatımızda da deməli prosedurlar bizə lazımdır. Yaxşı, bəs müəllim sinifdə sinif üçün hansı prosedurları müəyyənləşdirə bilər? Dərsə gecikən zaman, sinifə daxil olanda, diqqətini müəllimə yönəldilməsi lazım olanda, iş vərəqləri ötürəndə, dəhlizdə hərəkət edəndə, tapşırığı tez bitirəndə, deməli müəllim sinifdə olmayanda, sinif müzakirələrində iştirak edəndə, summativ qiymətləndirmə zamanı, köçürmə halı baş verəndə, əməkdaşlıq şəraitində işləyəndə, sual verəndə, təhlükəli hallar, deməli zəlzələ, yanğın və yaxud da ki, digər təhlükəli hallar zamanı, sonra əlavə deməli material lazım olanda və həmçinin sinifi tərk edəndə. Bax deməli müəllim sinif üçün əvvəlcədən bu prosedurları müəyyənləşdirməlidir. Şagird də bilməlidir ki, deməli bax hər hansı bir hərəkəti, deməli fəaliyyəti bax hansı ardıcıllıqla yerinə yetirmək olar. Məsəl üçün bax birinci dedik ki, dərsə gecikən zaman. Dedik ki, dərsə gecikən zaman müəllim deməli hər hansı bir deməli prosedurdan istifadə edə bilər. Bax bu nə deməkdir dərsə gecikən zaman? Deməli əvvəl ənənəvi təlimdə belə idi ki, şagird dərsə gecikəndə ilk öncə qapını döyürdü. Müəllim əgər şagirdə gəl desəydi, sinifə daxil olmağa icazə versəydi, şagird sinifə daxil olurdu. Əgər müəllim şagirdə icazə vermirdisə, şagird sinifə daxil olmurdu, dərs bitənə qədər qapının ağzında gözləyirdi. Ancaq indi elə deyil. İndi deyir müəllim şagird üçün prosedur qoymalıdır, müəyyənləşdirməlidir. Artıq şagird dərsə gec gəlsə də belə, artıq bilməlidir ki, dərsə gec gələn şagird hansı ardıcıllıqla sinifə daxil olmalıdır. Məsəl üçün, sinifə gecikən şagird qapını döyməməlidir, qapını açmalı, sakit halda yerinə əyləşməli və belə deyək, kitabını, dəftərini, yəni məktəb ləvazimatlarını çıxartmalıdır. Bax, müəllim bu proseduru əvvəlcədən müəyyənləşdirməsə, şagird bu proseduru, bu hərəkət ardıcıllığını hardan biləcək? Və nə üçündür müəllim bu proseduru belə bir prosedur müəyyənləşdirməlidir? Çünki dərsə gec gələn şagird, deməli, dərs başlayandan 5-10 dəqiqə sonra dərsə gəlir. Əgər müəllim şagirddən nə üçün gecikdiyini soruşsa, şagird məcburdur ki, özünü haqlı çıxartmaq üçün müəyyən yerli, yersiz səbəblər ortaya qoysun və bu zamanda artıq dərs pozulmuş olur, dərsin 5-6 dəqiqəsi belə gedir. Ümumiyyətlə, sinifdə şagirdlərdə diqqət pozğunluğu yaranır. Belə, şagird nə etməlidir? Şagird bilməlidir ki, dərsə gecikən zaman, deməli, qapını döyməməli, səssiz sinifə daxil olmalı və yerində oturub, deməli, öz fikrini dərsə yönəltməlidir. Sonra başqa prosedurlara baxağın. Bax, tapşırığı tez bitirəndə. Tapşırığı tez bitirəndə. Bax, şagird tapşırığı tez bitirəndə nə etməlidir? Tapşırığı tez bitirəndə əlbəttə ki, bilməlidir ki, tapşırığı bitirəndən sonra sakit dayanmalıdır və yaxud da ki, əlini qaldıra bilər, müəllimə tapşırığı bitirdiyini bildirə bilər və yaxud da ki, müəllimi onu görməsini gözləyə bilər. Yəni, sinifdə 20 şagird varsa, deməli, şagirdlər tapşırığı bitirdikdən sonra hər biri müəllim, mən bitirdim desə, bu necə olacaq? Artıq sinifdə səs-küy yaranmış olacaq da. Ona görə də deməli, artıq müəllim tapşırığı tez bitirəndə də belə, deməli, nə etməlidir? Prosedur müəyyənləşdirməlidir və yaxud da ki, bax, summativ qiymətləndirmə zamanı. Summativ qiymətləndirmə zamanı da müəllim prosedur müəyyənləşdirməlidir. Artıq şagirdlər bilməlidir ki, summativ qiymətləndirməni hansı ardıcıllıqla yerinə yetirməlidir. Bax, müəllim bildirməlidir ki, summativ qiymətləndirməni işlədiniz, sakitcə oturun, yəni yoldaşlarınıza hörmətlə yanaşın, digər şagirdlərə maneəçilik törətməyin. Olur da, bəzən şagird özü summativ qiymətləndirməni bitirəndən sonra, məsəl üçün, başlayır diqqət dağınıqlığı yaradır, sinifdə deməli yersiz hərəkətlər sərgiləyir.
Deməli, bax, müəllim bu prosedurları şagirdlərə çatdırmalıdır. Sonra bəzi prosedurların izahına baxağın. Bax, sinif müzakirəsi zamanı olan prosedura baxağın. Sinif müzakirə zamanı da şagird bilməlidir ki, deməli, hansı hərəkəti eləyə bilər, hansı hərəkətləri hansı ardıcıllıqla yerinə yetirməlidir. Məsəl üçün, danışanı diqqətlə dinləməli və deyir, baxışınızı ona yönəltməlisiniz. Yəni, müzakirə zamanı şagirdlər bilməlidir ki, hansı hərəkətləri etməlidirlər. Danışanı diqqətlə dinləməlidir, baxışını ona yönəltməlidir. Sonra qarşılıqlı hörmətə riayət edirik, danışmaq istədikdə əlimizi qaldırırıq. Bax, bu da olacaq sinif müzakirəsi üçün prosedurlar. Yəni, şagird bax, danışmaq istəyəndə, bax, burada deyir, nə deyir? Deyir, danışmaq istəyəndə əlimizi qaldırırıq. Yəni, şagirdlər bilməlidir ki, müzakirə zamanı yersiz danışmaq olmaz. Əgər söz demək istəyirsə, fikir bildirmək istəyirsə, bu zaman əlini qaldırmalıdır. Sonra şagirdlərin diqqətini müəllimə yönəltmək üçün prosedura baxırıq. Burada da müəllim əlini qaldıranda şagirdlər nə etməlidir? Bax, deməli, qələmi yerə qoyurlar, müəllimə baxırlar, sakitcə müəllimi dinləyirlər. Elə bil ki, bax, müəllim şagirdlərin diqqətini özünə yönəltmək istəyir. Burada da bir ardıcıllıq var, burada da bir proses var. Müəllim bu zaman əlini qaldırır. Artıq müəllimin əlini qaldırmaqda məqsədi nədir? Şagirdlərin diqqətini özünə cəlb etməkdir. Bu zaman deyir, şagirdlər qələmi yerə qoymalı, müəllimə baxmalı, sakitcə müəllimi dinləməlidirlər. Müəllimdən kömək istəmək üçün prosedura baxırıq. Şagirdlər müəllimdən kömək istəyəndə hansı ardıcıllıqla kömək istəyə bilərlər? Şəhadət deyir, şəhadət barmağımızı qaldırırıq. Səbirlə müəllimin bizi görməsini gözləyirik. Səbirlə müəllimin bizə yaxınlaşmasını gözləyirik. Deməli, şagird əgər müəllimdən kömək istəyirsə, necə kömək istəyə bilər? Məsəl üçün, müəllimə baxarsınız, müəllim bir dənə mənə baxın, bax belə müəllim deyərək səslənməməlidir. Deməli, bəs nə etməlidir? Şagird şəhadət barmağını qaldırmalıdır, səbirlə müəllimin onu görməsini deməli gözləməlidir və yaxud da ki, bundan sonra deməli səbirlə müəllimin ona yaxınlaşmasını gözləməlidir. Deməli, bax, prosedurlardan danışdıq. Bəs yaxşı, müəllim bu prosedurları şagirdlərə necə öyrətməlidir? Bax, sinifdə deyirik ki, müəllim prosedur qoyur. Bəzən şagirdlər prosedurlara əməl etmir. Şagirdlərin prosedurlara əməl etməməsinin səbəbi nədir? Ya müəllim prosedurun nədən ibarət olduğunu şagirdlərə ətraflı öyrətməyib. Elə ümumi olaraq, məsəl üçün, proseduru müəyyənləşdirib ki, hamıya hörmətlə yanaşın. Amma hamıya hörmətlə yanaşın, belə deyək də, özündə bir çox fikirləri əks etdirir. Bir çox fəaliyyətləri özündə əks etdirir. Hamıya hörmətlə yanaşın dedikdə nə nəzərdə tutulur? Kimlər nəzərdə tutulur? Müəllim həmin prosedurun mahiyyətini şagirdlərə açıqlamalıdır. Deməli, əgər sinifdə şagirdlər prosedurlara əməl etmirsə, bunun 3 səbəbi var. Şagird ya prosedurun mənasını başa düşməyib, mahiyyətini anlamayıb, nədən ibarət olduğunu anlamayıb. İkinci olacaq ki, deməli, şagirdlərə prosedurları necə yerinə yetirmək lazım olduğu öyrədilməyib. Elə müəllim proseduru müəyyənləşdirib, amma bu proseduru necə müəyyənləşdirmək lazımdır, necə yerinə yetirmək lazımdır, bunu şagirdlərə öyrətməyibdir. Və yaxud da ki, üçüncü bir səbəb nə olacaq? Deməli, müəllim prosedurların tətbiqinə vaxt ayırmayıb. Yəni, bax, müəllim prosedurların tətbiqinə vaxt ayırmayıb. Deməli, sinifdə əgər şagirdlər prosedura əməl etmirlərsə, bunun 3 səbəbi var. Birinci səbəb olacaq ki, şagird prosedurun nədən ibarət olduğunu bilmir, müəllim onu öyrətməyib. İkinci səbəb olacaq ki, necə əməl etmək lazımdır prosedurlara, müəllim şagirdlərə öyrətməyib. Üçüncü bir səbəb o olacaq ki, müəllim sinifdə deməli prosedurların tətbiqinə vaxt sərf etməyib. Deməli, prosedurları müəllim qoyduqdan sonra 3 addımı nəzərə almalıdır. Yəni, belə deyək də, şagirdlərin prosedurlara əməl etməsi üçün müəllim 3 addımı nəzərə almalıdır. Birinci, prosedurları öyrətməlidir. Yəni, nədən ibarət olduğunu, prosedurların mahiyyətini açıqlamalı, öyrətməli, sonra məşq elətdirməlidir, sonda isə möhkəmləndirməlidir. Möhkəmləndirmək dedikdə, yəni ən azı müəllim 21 gün davamlı şəkildə şagirdləri məşq elətdirməlidir. Məsəl üçün, bax, şagirdlər sinifi tərk edəndə
Sinifi tərk etmək üçün müəllim belə bir prosedur müəyyənləşdiribdir ki, sinifi tərk edəndə uşaqlar ilk öncə kitab, dəftərinizi çantanıza yığın, deməli, əşyalarınıza diqqət eləyin, görək bütün əşyalarınızı, məktəb ləvazimatlarınızı götürmüsünüzmü? Sonra şagird partanın altına baxar, yerə baxar, görək ətrafda zibil var və yaxud da ki, yoxdur. Zibil varsa, əlbəttə zibili götürüb zibil qutusuna atmalıdır. Sonra ardıcıl olaraq şagirdlər bir-birini itələmədən ardıcıl olaraq sinifdən çıxmalıdır. Bunu biz bir dəfə məşq elətdirsək, şagirdlər buna belə deyək də, bir dəfə, iki dəfə məşq elətdirsək, şagirdlər bu fəaliyyəti davamlı olaraq yerinə yetirməyəcək. Bir-iki dəfədən sonra unudacaqlar. Ona görə də prosedurlar ən azı 21 gün, deməli, davamlı şəkildə məşq olunmalıdır, məşq etməlidirlər ki, şagirdlər proseduru necə əməl etmək lazımdırsa, artıq bu bacarıq şagirdlərdə möhkəmlənmiş olsun. Sonra dərs ilin əvvəlində deməli əsas prosedurlar müəyyənləşdirilir. Bax, biz belə bir fikirlə də rastlaşa bilərik ki, müəllim dərs ilinin ilk həftəsində, ilk günlərində elə lazım olacaq, sinif üçün lazım olan bütün prosedurları müəyyənləşdirməlidir. Bu yanlış olacaq da. Dərs ilinin ilk günlərində əsas prosedurları şagirdlərə əsas prosedurları qoymaq və öyrətmək lazımdır. Ondan sonra müvafiq tapşırıqlar ortaya çıxdıqca digər prosedurları deməli müəyyənləşdirmək lazımdır. Və həmçinin bax, biz dedik ki, qaydanı müəllim sinif üçün qaydalar tərtib edəndə, qayda da tərtib edəndə cümlə quruluşuna diqqət eləmək lazımdır. Bax, burada da prosedurları da müəyyənləşdirəndə, prosedurlar da deməli yazılarkən həm sadə olmalıdır, sadə yazılmalıdır, qısa yazılmalıdır ki, şagirdlər başa düşsün də, hərəkət ardıcıllığını başa düşsün. Həm də ki, cümlə üçüncü şəxsin cəmində olmalıdır. Üçüncü şəxsin cəmində nəqli cümlə və əmr cümləsindən ibarət olmalıdır. Üçüncü şəxsin deməli cəmində nəqli və əmr cümləsi formasında olmalıdır. İndi baxırıq sinif daxili konfliktlərin həll edilməsinə baxırıq. Görək müəllim deməli sinif daxili konfliktləri necə həll edə bilər? Ümumiyyətlə biz bilirik ki, insan olan hər bir yerdə deməli konflikt var. Yəni insan harda varsa orada mütləq ki, konflikt var. Belə, ancaq şagirdlərin içində olan deməli konfliktləri, şagirdlərin arasında baş verən konflikti, həmin konflikti çalışmalıdır ki, tez bir zamanda həll etsin. Yəni əgər müəllim şagirdlərin arasında hər hansı bir konflikt görürsə, həmin konfliktin həll etməyə çalışmırsa, məsəl üçün fikirləşir ki, uşaqlar özləri öz aralarında yaranan konflikti həll edər. Bax, bu yanlış yanaşma olacaq. Çünki şagirdlərin arasında yaranan konflikt get-gedə böyüyə bilər və sonda heç də yaxşı deməli, belə deyək də, yaxşı sonlanmaz. Ona görə müəllim şagirdlərin arasında konflikt baş verən zaman nə etməlidir? Çalışmalıdır ki, şagirdlərlə birgə konflikti həll etsinlər. Yəni şagirdlərin yerinə onsuz da konflikti həll etmək doğru yanaşma olmaz. Lazımdır ki, şagirdlərin özünü yönəltsin konfliktin həllinə ki, şagirdlər özləri aralarında yaranmış deməli hər hansı bir problemi həll etsinlər. Və bunun üçün müəllim nə etməlidir? Deməli, şagirdlər arasında yaranan konflikti həll etmək üçün müəllim sinif iclasından istifadə edə bilər. Yəni, sinif iclası təşkil edə bilər sinif üçün. Həmçinin şagirdlərdə də bax, iclas zamanı şagirdlərdə deməli, problem həll etmə bacarığını, yəni konflikt həll etmə bacarığını da müəllim formalaşdırmalıdır. Deməli, konflikti həll etmək üçün 3 əsas strategiyadan istifadə etmək olar. Deməli, konflikti həll edən zaman, yəni şagirdlər arasında yaranmış konflikti həll edən zaman, deməli, 3 əsas strategiyadan istifadə etmək olar. Hansıdır bu strategiyalar? Sinif iclasının keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyaları. İndi sinif iclasına baxırıq ilk öncə. Deməli, sinif iclaslarında şagirdlər və müəllimlər rəsmi şəkildə yığışırlar. Bax, sinif iclasında şagirdlər və müəllimlər rəsmi şəkildə yığışırlar. Şagirdlərə təhlükəsiz bir şəraitdə problemləri müzakirə etmək üçün imkan yaradılır. Yəni, müəllim elə bir təlim, deməli, elə bir mühit yaradır ki, şagirdlər deməli, həmin konflikti, deməli, öz aralarında yaranmış problemi sərbəst şəkildə müzakirə edə bilsinlər. Hətta bir sinif iclasında heç vaxt danışmayan, səssiz qalan şagird də fikir bildirməyə çalışır. Deməli, problemdən asılı olaraq iclaslar müxtəlif cür təşkil oluna bilər. Bax, deməli,
Problemdən asılı olaraq iclaslar müxtəlif cür təşkil oluna bilər. Müxtəlif cür dedikdə nə nəzərdə tutulur? Məsəl üçün iclasda deməli müəllim hər hansı bir problemin xülasəsini təqdim edir. Hər iki tərəf növbə ilə deməli problemi öz tərəfindən danışır, şərh edir. Sonra digər qrupdakı şagirdlərə də imkan yaradır ki, problemin həlli yolu kimi öz təkliflərini bildirsinlər və konfliktdə olan iki şagird oradan uzaqlaşa bilər. Müəllim oradan şagirdləri uzaqlaşdırır. Deməli və uzaqlaşdırır və deyir ki, gedin məsələni öz aranızda deməli həll edin, sonradan sinifə qayıdın və fikrinizi bildirin. Sonra bundan əlavə müəllim deməli seçim çarxından da istifadə edə bilər. Bax müəllim deməli seçim çarxından da istifadə edə bilər. Seçim çarxı nə deməkdir? Məsəl üçün çarx hazırlanır, A4 vərəqindən istifadə olunaraq çarx hazırlanır. Çarxı belə deyək də, bax çarx bir neçə hissəyə bölünür. Burada bu hissələrə müəyyən sözlər yazılır. Hissələrə müəyyən sözlər yazılır. Həmçinin bax burada da elə seçim çarxı var da. Deməli bu çarxın belə deyək hissələrinə müəyyən sözlər yazılır. Məsəl üçün hansı sözlər yazılır? Üzr istəmək, çıxıb getmək, baş verənlərə məhəl qoymamaq, növbəti sinif iclasının gündəliyinə çıxarmaq, sakitləşmək üçün 1-dən 10-a kimi saymaq, qarşı tərəflə əl sıxmaq, deməli başqa bir seçim etmək. Bax bu sözlər yazılır və əlbəttə ki, şagirdlər belə deyək də çarxı fırladırlar. Çarxı fırladırlar, gözlərini yumurlar və şagird görsə barmağını aparır. Hansı hissəyə, hansı fikir, söz yazılmış hissəyə şagird barmağını aparırsa, elə bil ki, o hissədə məsəl üçün yazılıb ki, üzr istəmək. Üzr istəmək yazılıbsa, şagird onda yoldaşından üzr istəyir. Və yaxud da yazılıbdır ki, çıxıb getmək. Onda həmin şagird deməli nə edir? Oradan konflikt olan yerdən çıxır gedir. Və yaxud da ki, deyir ki, 1-dən 10-a kimi saymaq. Bax bu hissədə məsəl üçün yazılıbdır ki, 1-dən 10-a kimi saymaq. Onda şagird nə etməlidir? 1-dən 10-a kimi saymalıdır ki, hirsi soğusun. Deməli, bax bu da konfliktləri həll etmək üçün müəyyən strategiyalardır. Deməli, bax sinif iclasları şagirdlərdə deməli sosial bacarıqları da inkişaf etdirir. Bax sinif iclaslarının təşkil olunması şagirdlərdə sosial bacarıqları da inkişaf etdirir. Sosial bacarıqlar birlikdə hansı bacarıqlardırsa, ünsiyyət, əməkdaşlıq, problem həll etmə, tənqid, təfəkkür kimi deməli bacarıqlar da formalaşır. Konfliktlərin həll edilməsi zamanı həmçinin şagirdlərdə yaradıcı təfəkkür də işə düşür. Şagirdlərdə həm yaradıcı təfəkkür işə düşür, həm də tənqidi təfəkkürdə deməli tənqid təfəkkürdə işə düşür. Deməli sinif iclasları nə vaxt keçirilə bilər? Sinif iclasları müntəzəm şəkildə keçirilə bilər. Sonra xüsusi hər hansı bir məsələ ortaya çıxdıqda da sinif iclasları keçirmək olar. Sinif iclası əvvəl belə keçirilir. Əvvəl müəllimin nəzarəti altında keçirilir. Sonra isə şagirdlərin öz nəzarətinə də deməli buraxmaq olar. İndi baxırıq ortaq dəyərlərin yaradılmasına baxırıq. Biz nə dedik? Dedik ki, şagirdlər arasında müəllim konflikti həll edən zaman 3 strategiyadan istifadə edə bilər. Sinif iclasının keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması və xüsusi müəllim strategiyasından istifadə edə bilər. Deməli, sinif iclasının keçirilməsindən danışdıq ki, müəllim yəni sinif iclaslarını necə keçirə bilər. İndi ortaq dəyərlərin yaradılması nə deməkdir? Ortaq dəyərlərin yaradılmasına baxırıq. Bax bu da ortaq dəyərlərin yaradılmasından müəllim nə vaxt istifadə edir? Deməli, hər hansı bir konflikt həll etmək üçün bu strategiyadan istifadə edir. Bu ortaq dəyərlərin yaradılması nə deməkdir? Bax deməli şagirdlər məsuliyyət daşıdıqları məqamları və bu məqamlarda bir-birinə necə davranmalı olduqlarını qeyd edirlər. Elə bil ki, sanki şagirdlər ortaq dəyərlərini qeyd edir də, ortaq dəyərlərini qeyd edirlər ki, yəni biz ortaq olaraq nələri əməl etməliyik? Hansı məqamda məsuliyyət daşıyırıq və yaxud da ki, həm cəmiyyət olaraq, həm sinif olaraq, həm də fərdi olaraq hansı məqamda məsuliyyət daşıyırıq. Deməli, ortaq dəyərlər nədir? Şagirdlər məsuliyyət daşıdığı məqamları və deməli bu məqamda necə davranmalı olduqlarını qeyd edirlər. Məsəl üçün, bax burada var ki, məsuliyyətimiz üçün ortaq dəyərlər. Bir var deməli bütün sinif üçün ortaq dəyərlər, bir də var deməli fərdlər üçün ortaq dəyərlər. Bütün sinif üçün ortaq dəyərlər nə olacaq? Fərdlər üçün ortaq dəyərlər nə olacaq? Ümumiyyətlə bütün sinif üçün ortaq dəyərlər odur ki, şagirdlər sinif olaraq fikirləşirlər ki, bax biz deməli
Deməli, bax biz nə etməliyik? Məsəl üçün biz özümüz, düşüncələrimiz, davranışımız, fiziki sağlamlığımız, məqsədimiz üçün məsuliyyət daşıyırıq. Elə bil ki, müəllim şagirdlərə deyir ki, siz ümumi olaraq bütün sinif, sizin bütün şagirdlərlə hansı ortaq dəyərləriniz var? Ortaq nələri deməli etməlisiniz? Hansı davranışları yerinə yetirməlisiniz sinif olaraq? Hə, şagird onda öz fikrini yazır ki, biz özümüz, düşüncələrimiz, davranışımız, fiziki sağlamlığımız, məqsədimiz üçün məsuliyyət daşıyırıq. Elə bil ki, bir növ ortaq dəyərlər nədir? Şagirdlər ortaq olaraq nələri etməlidirlərsə, nələr haqqında məsuliyyət daşıyırlarsa, onları ortaq olaraq bildirir, yazır, qeyd edirlər. İndi fərdlər üçün ortaq dəyərlərə baxırıq. Yəni şagird fərdi olaraq tək olaraq şagird fikirləşir ki, bax mən bu məsuliyyəti özüm üçün hiss etməliyəm, hiss edirəm və bu hərəkəti, davranışı yerinə yetirməliyəm. Məsəl üçün sinifdəki digər şagirdlər özlərinə deməli, yəni hisslərinə, hərəkətlərinə, sözlərinə cavabdehdirlər. Yəni şagird deyir ki, sinifdəki bax belə bir fikir yazır ki, sinifdəki şagirdlər özlərinə, hisslərinə, hərəkətlərinə cavabdehdirlər. Məsəl üçün bax indi ikinci ortaq dəyərə bax. İkinci ortaq dəyərə baxağın. Məsəl üçün deyir ki, mən hisslərimin, sözlərimin, hərəkətlərimin nəticəsində baş verənlərə 100% cavabdehlik daşıyıram. Yəni şagird hansı məsələlərdə, nələrdə cavabdehlik daşıyırsa, onu qeyd edir. Görürsüz, deyir mən hisslərimin, sözlərimin, hərəkətlərimin nəticəsində baş verənlərə 100% cavabdehliyi daşıyıram. Deməli, ortaq dəyərlərin yaradılmasından müəllim nə vaxt istifadə edə bilər? Sinifdə şagirdlər arasında konflikt baş verdikdə, deməli, ortaq dəyərlərin yaradılması strategiyasından da istifadə edə bilər. Burada müəllimlər, əslində söz çoxdur. Yəni mən burada verilən hər bir ortaq dəyəri xırdalamayacağam da. Sadəcə ortaq dəyərlərin nə olduğunu bilməyimiz bizə bəsdir. Ortaq dəyərlər nədir? Şagirdlər məsuliyyət daşıdığı məqamları deməli qeyd edirlər. Bir ümumi şagirdlərin cəmiyyət olaraq, çevrə olaraq ümumi məsuliyyət daşıdığı məqamlar var. Bir də fərdi, tək olaraq məsuliyyət daşıdığı məqamlar var. Onları qeyd edir. Müəllim deməli sinifi idarə edən zaman iki cür yanaşmadan istifadə edə bilər. Müəllim sinifi idarə edən zaman iki cür yanaşmadan istifadə edə bilər. Reaktiv və proaktiv yanaşmadan istifadə edə bilər. Ümumiyyətlə, reaktiv yanaşma nədir? Reaktiv yanaşma odur ki, müəllimin əvvəlcədən əlində heç bir planı yoxdur. Müəllimin əvvəlcədən heç bir planı yoxdur, ya sinif üçün qayda, gözlənti, prosedur müəyyənləşdirib, yoxdur. Sadəcə problem yaranan zaman sinifdə şagirdləri cəzalandırır, qışqırır, hədə-qorxu gəlir, həmin şagirdlərin arasında yaranmış problemi həll etməyə çalışır. Yəni plan yoxdur. Məsəl üçün müəllim birdən sinifə girir ki, şagirdlər arasında hər hansı bir problem var, dava var, konflikt var. Müəllim bu zaman bilmir, bu konflikti necə həll etsin? Şagirdlərə dalaşır, qışqırır və qorxudur ki, hə bu problemi elə sanki özlüyündə problemi həll etmiş kimi olur. Deməli bu yanlışdır da. Demək ki, bax müəllim əvvəlcədən qayda, prosedur müəyyənləşdirməyib, şagirdlərdə deməli belə deyək, sinif iclaslarını necə təşkil etmək lazımdır, şagirdlərdə bu cür bacarıqları formalaşdırmayıb ki, şagirdlər bir sinif iclasında həmin problemi, konfliktləri həll etsinlər. Amma proaktiv yanaşma reaktiv yanaşmanın əksidir. Müəllimin artıq burada bir əlində planı var. Artıq müəllim bilir ki, sinifdə hər hansı bir qayda pozuntusu olsa, hər hansı bir şagirdlər arasında konflikt baş versə, bu konflikti necə aradan qaldıra bilər, hansı strategiyalardan istifadə edə bilər. Həmçinin proaktiv yanaşma göstərən müəllimin əvvəlcədən müəllim deməli sinifdə belə deyək də sinif üçün gözlənti, qayda və prosedur da müəyyənləşdirir. Bax, məsəl üçün, reaktiv yanaşma göstərən müəllim əgər sinifə hər hansı bir şagird gecikirsə, deməli, əlbəttə ki, müəllim şagirdi dalaşacaq, danlayacaq yoldaşlarının içində. Bu zaman digər şagirdlərin də diqqəti dərsdən yayılmış olacaq, dərsə gecikən şagirdin də ümumiyyətlə motivasiyadan düşmüş olacaq. İndi ola bilər ki, şagirdin dərsə gecikməsi heç ondan asılı olmayıb da, müəyyən gözləmədiyi hər hansı bir məqamla rastlaşıb və yaxud yıxılıbdır və yaxud da ki, heç evdə şagirdin valideynlərində bir problem olub,
anası səhər tezdən durub şagirdi məktəbə yola sala bilməyib. Yəni elə səbəblər ola bilər ki, şagirdin dərsə gecikməsi ondan asılı deyil. Ondan asılı olmayan səbəblərdən irəli gəlir. Hə, bax bu zaman yenə deyirəm, reaktiv yanaşma göstərən müəllim dalaşacaq, hətta qorxu gələcək, səbəbini soruşacaq. Amma proaktiv yanaşma göstərən müəllim artıq belə deyək də, proaktiv yanaşma göstərən müəllimin deməli sinifində oxuyan şagird gecikən zaman, dərsə gecikən zaman nə edəcək? Sakitcə qapını açacaq, gələcək yerində əyləşəcək. Sonra, deməli bu reaktiv, proaktivdən danışdıq. İndi müəllimə buzqıran strategiyalarından danışırıq. Deməli buzqıran strategiyası nədir? Buzqıran strategiyasını müəllim nə məqsədlə istifadə eləyir? İstifadə edir ki, şagirdlər arasında olan soyuq münasibətlər ərisin, şagirdlərin arasında bir isti münasibət yaransın. Yəni buzqıran strategiyasından istifadə etdikdə şagird və müəllim-şagird arasında səmimi bir münasibət yaranmış olur. Buzqıran strategiyasından müəllim ilin əvvəlində də istifadə edə bilər. Amma yəni lazım olan vaxtlarda da buzqıran strategiyasını istifadə edə bilər. Həmçinin müəllimlər xatırlayırsınızsa, biz demişdik ki, motivasiya mərhələsində, cəlb olunma mərhələsində müəllim hətta buzqıran strategiyalarından da istifadə edə bilər. Burada buzqıran strategiyasından istifadə etdikdə şagirdlər özləri haqqında müxtəlif məlumatları deməli siniflə bölüşürlər. Ona görə də həm müəllim şagirdlərini artıq bu strategiyadan istifadə etdikdə daha yaxından tanıyır, həm də şagirdlər də deməli bir-birini daha yaxından tanıyır və beləcə şagirdlər arasında isti bir münasibət deməli yaranır. Sonra indi buzqıran strategiyasından istifadə etmək üçün müəyyən strategiyalar var. Həmin strategiyalara bir baxaq. Sevdiyin aforizmi yaz. Şagirdlər sevdiyi hər hansı bir aforizmi yaza bilər. Sənin keçmişini, indini, gələcəyini təsvir edən 3 söz. Yəni şagirdlər özü ilə bağlı 3 söz yaza bilər. Keçmişi ilə, gələcəyi ilə bağlı 3 söz yazıb siniflə bölüşə bilərlər. Sonra sənə məxsus olan unikal xüsusiyyətləri təsvir et. Şagird özünə məxsus hansı xüsusiyyətləri var ki, onu digər yoldaşları, müəllimi bilmir. Şagird həmin özü haqqında öz xüsusiyyətini yaza bilər. Sonra paylaşımlardan deməli birini seç və ona cavab yaz. Bax deyir paylaşımlardan birini seç, ona cavab yaz. Bu nə deməkdir? Deməli dərsdən bir gün əvvəl şagirdlər müəllimin göstərişi ilə onlayn platformada istənilən bir postu deməli paylaşırlar. Fərqi yoxdur da, yəni müəllimin məsləhəti ilə onlar deməli onlayn platformada istənilən hər hansı bir postu paylaşırlar. Şagirdlər bir-birinin deməli yazdıqlarını oxuyur və növbəti gün dərs vaxtı ən çox bəyəndikləri paylaşıma fikir bildirirlər. Sonra digər bir strategiya olacaq absurd suallar. Absurd suallar nə deməkdir? Bax burada şagirdlər qruplara bölünür. Onlara əgər sözü ilə başlayan müxtəlif suallar verilir. Yəni absurd sual yenə deyirəm, əgər sözündən başlayan suallardır. Məsəl üçün bax müəllim necə sual verə bilər şagirdlərə? Əgər hamının ideal yaddaşı olsaydı nə baş verərdi? Əgər, görürsüz, əgər. Burada fikirlər müxtəlif olacaq. Həmçinin absurd suallar tənqidi təfəkkürə əsaslanır. Yəni əgərlə başlayan o qədər sual vermək olar şagirdlərə. Deməli sonra TOR strategiyasından istifadə edə bilərlər. TOR strategiyası nədir? Bax deməli şagirdlər dairə boyu düzülürlər. Şagirdlər dairə boyu düzülürlər. Şagirdlərin birinin əlinə müəllim yumaq verir. Şagird yumağı dolayır barmağının ucuna. Barmağının ucuna 2 dəfə, 3 dəfə dolayır və başlayır özü haqqında danışmağa. Özü haqqında danışır. Məsəl üçün şagirdlərdən biri deyir ki, mənim 2 qardaşım var. İndi o sinifdə olan hansı şagirdin 2 qardaşı varsa, o dəqiqə şagird deyir ki, mən də, mənim də 2 qardaşım var. Və gəlir, deməli nə edir? Yumaq həmin şagirdin əlinə verilir. Şagird yenə belə yumağı öz barmağına dolayır. Yenə başlayır özü haqqında hər hansı bir fikir bildirməyə. Məsəl üçün şagirdlərdən biri deyir ki, mən nənəmlə, babamla yaşayıram. Bir ailədə biz nənəmizlə, babamızla yaşayırıq. Əgər sinifdə hər hansı bir şagird də nənəsi ilə, babası ilə yaşayırsa, şagird deyir ki, mən də. Onda həmin şagird gəlir, yenə yumaq həmin şagirdin əlinə verilir, yumaq sap. Şagird barmağına yumağı dolayır. Sonra və yaxud da ki, şagirdlərdən biri deyir ki, mən güləşi çox sevirəm. Əgər digər şagirdlərin də içində güləşi sevən varsa, deyir məndə, o zaman deməli yumaq həmin şagirdə verilir və beləcə elə bil ki, yumaq belə deyək, bax bütün şagirdləri bir-birinə bağlayır.
yumaq şagirdlərin belə deyək, ortaq xüsusiyyətlərinə görə şagirdləri bir-birinə bağlayır. Əslində bu strategiyanı istifadə etməkdən məqsəd nədir? Bax, yəni müəllim şagirdlərə çatdırır ki, hamımız bir yumaq kimi bir olmalıyıq. Hamımızın ortaq dəyərləri var, hamımızın ortaq xüsusiyyətləri var. Yəni hamımız belə mehriban, səmimi, bax belə tor kimi bir-birimizə bağlı olmalıyıq.